Salam uşaqlar, necəsiz? Uşaqlar, bugün biz sizinlə deməli belə bir misal verilib bizə. 60-ın 12-də 7 hissəsi ilə 45-in cəmini tapın. Hissəni tapanda bilirsiniz ki, məxrəc, sürət var. Bir rəqəm verilibsə, 60-ın 12-də 7 hissəsi deyilirsə, 60-ı 12-yə bölməliyik. Sonra da aldığımız cavabı 7-yə vurmalıyıq. Yəni 60-ı 12-yə böləndə bizim cavabımız qalacaq 60 böl 12 vur 7 misalı. Belə bir misal çıxacaq ortaya. Və uşaqlar 60-ı 12-yə böləndə eləyəcək. Dən qızım. 60-ı 12-yə böləndə cavabımız eləyəcək 5. 5-i də vuracaq 7-yə, eləyəcək 35. Və bizə nə deyir? Deyir ki, 45 ilə bu hissənin cavabı ilə 45-i tapın, toplayın, yəni cəmləyin. Cəmini tapın. Bu zamanda biz cəm deyəndə nə edirik? Toplayırıq. Bu 45, 35-in də üzərinə buradakı 45-i gəlirik. 5-in üstünə 5 gələndə neçə eləyir? Təbii ki, 10 eləyir. 0 yazırıq, 1 yadda. 3-ün üstünə 4 gələndə 7, orada da 1 var idi, 8. Deməli 80. Cavabımız 80-dir. Bu cür misallar veriləndə 60-ın 12-də 7 hissəsi ola bilər. Nə bilim 50-nin təxmini misallar deyirəm təbii ki, sizə 60-ın 5-də 3 hissəsi ola bilər. Fərqi yoxdur. İstənilən rəqəm deyilirsə, burada verilən rəqəmi məxrəcə bölüb sürətə vururuq.